İnşallah ki Rabbi Teala nəsib eləyib. Gəlmişik, yığılmışıq bura. Allah Teala böyük bir nimətdir. Böyük bir rəhmətidir ki, bu günlərim Allah Teala'nın əmrini yerinə yetirməyə cəm olub. Bu nimətin qədrini bilmək lazımdır. Yəni, bura gəlmişiksə, buranın haqqını verməyə çalışmalıyıq. Yəni, Abdülqadir Geylani Həzrətləri olub, Qudüsə sırrı, Allah Teala rəhmət eyləsin, İslam alimlərindən, Allahın tanınmış vəli qullarından olub. Yəni, qəlb gözləri, bəsirət gözü asıl insanlardan birisi olubdur. Bir dəfəsində öz dərgahına, yəni tələbələrinə dərs deməyə gedərkən dərgahın ağzında yıxılıb yatmış bir içki müftəlası bir şəxs olur. Və bunu tanıyır, deyir ki, Abdülqadir, ayağını saxlayıb bir sual verin, deyir. Deyir ki, Allah Teala hər bir şeyə qadirdirmi, deyə buna sual edir. Deyir, gülümsəyərək, deyir ki, bəli, Allah Teala hər bir şeyə qadirdir. Və bu adam təkrar ikinci dəfə yenə sual edir ki, deyir, görün, Rabbi Teala hər bir şeyə qadirdirmi? Yenə gülümsəyərək deyir ki, bəli, uca Allah hər bir şeyə qadirdir. Və üçüncü dəfəsində yenə eyni sualı soruşanda, ya Abdülqadir, söylə görüm, sənin Rəbbin hər bir şeyə qadirdirmi deyəndə, bu dəfəsində Allah dostu başı gözlərindən yaş axmağa səcdiyə qapılır. Deyir ki, vallahi Allah Teala hər bir şeyə qadirdir. Tallahi Allah Teala hər bir şeyə qadirdir. Billahi Allah Teala hər bir şeyə qadirdir deyərək secdiyə qapanır. Bu səsi işlən tələbələr də çıxır dərgahın ağzına, müəllimlərindən soruşurlar ki, hikmət nədir? İki dəfə gülümsəyərək dedin ki, bəli, Allah hər şeyə qalma, üçüncüdə səcdiyə qapıldın, ağladın. Deyir ki, birinci dəfəsində o içki müftəlası olan şəxs mənə sual verəndə, deyirdi ki, ey Abdülqadir, görüm, Allah Teala məni bağışlamağa qadirdirmi? Bəli, mən də gülümsəyərək dedim ki, bəli, Allah Teala səni bağışlamağa qadirdir. Və sonra ikinci dəfəsində o mənə sual verəndə dedi ki, Allah Teala məni sənin yerinə, dərəcənə qədər qaldırmağa qadirdirmi? Yenə mən dedim ki, bəli, sən də təbii tövbə eləyərsən, Allah Teala sənin dərəcəni yüksəldər, mənim yerim, hətta mənim dərəcəmdən də belə yüksək dərəcəyə qaldırmağa qadirdir. Və üçüncü dəfəsində eyni sual verəndə deyir, o adam nəzərdə tutdu ki, Allah Teala səni mənim yerimə qoya bilərmi? O zaman Subhanallah deyir, mən Allahdan qorxdum, səcdiyə qapıldım ki, ya Rəbbi, mənim imanıma güc qüvvət ver, əlimdən alma deyərək səcdiyə qapandım. Yəni, əziz qardaşlar, bura gəlir isə, Ehsan xanədə, hətta Peyğəmbər nə buyurur, orucunun iki dənə sevinci vardır. Bir oruc açılan anında Allah Teala o bəndə ilə şəxs arası bütün pərdələr qaldırar. Bütün bəndələrinə, o iftar eləyəcək olan şəxslərə rəhmət nəzəri ilə baxar. O zaman Allahın rəhmətini üzümüzə cəlb eləmək üçün nə labdin hadisaki demişlər, yalnız və yalnız zikirlə məşğul olaq. O iftar açılan anda 5 dəqiqə, 3 dəqiqamızı La ilahə illallah demək, estağfurullah demək, Peyğəmbər olduğu halda, gündə 100 dəfə tövbə elədiyi halda, biz bəlkə də orucluyuruq, amma bəlkə gündə heç 10 dəfə, bir dəfə də Allahın adını xatırlamaq belə ağlımıza gəlmir. Allah bizlər iman hidayət versin, doğru yol göstərsin, imanımıza güc qüvvət versin. Rəbbi Teala bizi bu şəkildə daim eyləsin.